Salam əziz sahibkarlar, necəsiniz? Yeni bir gölümüzü qazdırdıq. Bizim öz tərəfimizdən qazılıbdır. Bu cür sərgəli göl. Baxın, gör nə gözəl göl qazılıb. Bax, göllər bu qayda klonla qazılmalıdır. Ölçün götürüb bu qayda mellənilir. Gördüyünüz kimi mellərin necə görsənir. Bu qayda melləndikdən sonra ekskavator başlayır qazılmağa. Görürsünüz klonluğunu. Baxın, klonluğuna baxın. Gör, bax, belə olduğu halda heç vaxtı membran və yaxud da salafan cırılanda göllərin uçma ehtimalı olmur. Ona görə bu qayda sərgəli qazdırın göllərinizi hər zaman. Səhifəmizi izləyin, takip atın. Göl qazdıranda, suvarma işi görəndə həmişə videolara baxın. Oradan ekskavator ola bilər, xam olar, yaxşı qazanmaz. Bu qayda sərgəli olsun. İndi balaca ekskavator gələcək qırağından 50 sm, qıraqdan 40 sm dərinliyindən qaza gedəcəkdir. Bu cür göllərin qazılması, topdan çəkilməsi, materialın topdan satışı hamısı biz tərəfdən həyata keçirilir. Diqqətinizə görə çox sağ olun.